Qədr gecəsində bir çox əməllər qeyd olunub dua kitablarında, mənbələrdə. Onlardan ən mühümləri budur ki, Qədr gecəsində məğrib vaxtında, iftar vaxtında Qədr gecəsinin qusulunu eləmək və yaxud iftardan sonra bu müstəhəb bir qusuldur. İkincisi, Qədr gecəsinin namazı var. 2 rükətli namazdır. Həmin namazı qılmaq Qədr gecəsi niyyəti ilə. Üçüncüsü, 100 dəfə Əstəğfirullah Rabbi və Ətubu İləyh zikrini təkrarlamaq. Dördüncüsü, birinci və ikinci ehtimal olunan Qədr gecələrində zikirlərdən biri budur ki, Allahumməl ən qətələtə əmiril müminin, bu zikri demək və Quran-ı Kərim surələrindən, ayələrindən müyəssər olan qədər oxumaq və ən əsası da gecəni səhərə qədər əməllərdən biri ehya saxlamaq, yəni yatmamaq, oyaq qalmaq. Çünki xanım Zəhra salamullahi əleyha Qədr gecəsində belə ləqvanlıq ki, Qədr gecəsində hətta İmam Həsənlə İmam Hüseynin ki, uşaq idilər, balaca idilər, üzlərinə su səpərdi ki, yuxuları gəlməsin, bu gecəni oyaq qalsınlar. Yəni bu qədər mühüm məsələlərdəndir ki, bu gecəni ehya saxlamaq. Allah bu mübarək gecədə hər bir kəsin dualarını, hacətlərini ali dərəcədə qəbul eləsin inşallah.